Cəmaatın bibilərinin uşaqların Çinə aparmasına baxıb mən də həvəsləndim. Dedim ki, bir əmlik borcunu yerinə yetirim, uşaqlara heç olmasa bir pizzaya gətirim. Seçimim Heydər Əliyev mərkəzinin arxasında yerləşən Pizza Miza'nın Yeni Nərimanov filialı oldu. Buranın çox geniş, belə işıqlı, qəşəng interyeri var. Üstəlik də ki, uşaqları gətirmək üçün ideal məkandır. Bax, gələn kimi uşaqlara bir dənə şar verirlər. Sifarişi verirsən, hazırlanana qədər krayonları gətirib tökürlər ki, uşaqların başı qarışsın. Bu dəfə çox sərfəli, cəmsi 29 manat 90 qəpik olan ailəvi kombonu götürmüşdük ki, bu kombonun tərkibində olan hər şeyi 100% uşaqlar bəyənəcəklər. Misal üçün, Mikail müəllim kartof fri və nuggetsdən sonra paninin pendirini elə ləzzətlə yeyirdi ki, bizim də iştahımız açılırdı. Leyli isə əmisi ilə ləzzətlə pizza yeyərək, qədət toqquşduraraq əmisinin balası olduğunu sübut eləyirdi. Qeyd edim ki, bu məhsulları ayrı-ayrı götürsəz, qiyməti 45 manat edəcək. Ona görə də 29 manat 90 qəpik olan ailəvi kombo çox sərfəlidir.